Rəqəmsal transformasiya üzrə dövlət səviyyəsində formalaşdırılan yeni idarəetmə mexanizmləri ölkənin inkişaf modelində institusional yanaşmanın gücləndiyini göstərir. Bundan danışacağıq. Bu proses yalnız texnoloji yenilənməklə məhdudlaşmır. Eyni zamanda idarəetmə sistemlərinin effektivliyi, iqtisadi diversifikasiya və insan kapitalının inkişafı kimi strateji istiqamətləri də əhatə edir. Bu baxımdan rəqəmsallaşmanın ölkəmizin gələcək perspektivi üçün əhəmiyyətindən danışacağıq. Milli Məclisin üzvü Bəhruz Məhərrəmov hazırda bizi bağlantıda gözləyir. Bəhruz bəy, hər vaxtınız xeyir olsun. Eşidə bilirsinizmi bizi? Hər vaxtınız xeyir olsun. Bəli, buyurun. Bəhruz bəy, rəqəmsal transformasiya üzrə dövlət səviyyəsində formalaşdırılan yeni idarəetmə mexanizmləri, idarəetmə sistemlərinin effektivliyi olsun, insan kapitalının inkişafı kimi mühüm sahələri olsun. Bunlara necə dəstək göstərəcək, necə təkan verəcək? Sizdən eşidirik. Şərhi. Təşəkkür edirəm. Kifayət qədər ciddi, mən hətta deyim ki, Vətən müharibəsinin nəticələri, antiterror tədbirlərinin nəticələri qədər çox böyük zəfərlərimizlə müqayisə oluna biləcək böyük qərarlar ərəfəsindəyik. Bilirsiniz, dünya artıq əvvəlki dünya deyil, hətta dünya ötən ilki dünya deyil. Tələblər dəyişib, suverenlik elementləri dəyişib, müstəqillik baxışı dəyişib artıq dünyada, rifah anlayışı dəyişib, konstitusiyon niyyət və məqsəd anlayışları dəyişib və bugün rəqəmsallaşma o səviyyədədir ki, artıq insanın tam mənada rifahının ən vacib hissələrindən birinə çevrilib. Təbii ki, informasiya texnologiyalarının inkişafı, proqram təminatlarının inkişafı öz növbəsində müəyyən risklər də yaradır. Bu mənada prosesə elə yanaşmaq lazımdır ki, dövlətlər bu prosesdən zərər çəkən kimi çıxmasın. Bu mənada Azərbaycan nümunəsi sözün əsl mənasında yeni olsa belə, sözün əsl mənasında əmsal yaradan bir nümunədir. Azərbaycanda bilirsiniz ki, artıq xeyli müddətdir rəqəmsallaşma istiqamətində, dövlət xidmətlərinin optimallaşdırılması istiqamətində, vətəndaş məmnunluğunun artırılması istiqamətində ciddi addımlar atılır. Bu istiqamətdə xeyli sayda fərman, sərəncam olmaqla, qanunlar olmaqla çox saylı normativ aktlar qəbul olunub. Həm hüquqi aktlar, həm qeyri-hüquqi aktlar qəbul olunub və belə olan təqdirdə təbii ki, real mərhələni isə biz bu ilin fevral ayında möhtərəm prezidentin sədrliyi ilə keçirilən rəqəmsallaşma istiqamətində bizim inkişaf strategiyamızı müəyyən edən müvafiq müşavirədən sonranı hesab etmək olar. Və həmin müşavirədən sonra bilirsiniz ki, eyni zamanda rəqəmsal inkişaf istiqamətində biz strategiya qəbul etdik. İnkişafın sürətləndirilməsi ilə bağlı 2026-2028-ci illərə əhatə edəcək. Həmçinin ən vacib olanı isə, bilirsiniz, bəzən qərarlar qəbul olunur, həmin qərarların icra mexanizmlərinin lazımi səviyyədə olmaması müəyyən problemlərə yol açır. Bu mənada ən vacibi isə Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradıldı. Bu həm dövlət xidmətlərinin optimallaşdırılması istiqamətində, həm dövlət orqanları arasında koordinasiyanın formalaşdırılması, həmçinin bu istiqamətdə, rəqəmsallaşma istiqamətində dövlət siyasətinin, vahid dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanları arasında koordinasiyalı və nizamlı fəaliyyətə nail olunması istiqamətində mühüm bir mərhələyə başlamış olduq. Və digər tərəfdən Azərbaycanda bu istiqamətin Cənab İlham Əliyev tərəfindən bu istiqamətdə rəhbərliyin Mehriban xanım Əliyevə, ölkənin birinci vitse-prezidentinə tapşırılması Mehriban xanımın bugünə qədər aidiyyəti istiqamətdə həyata keçirilən çox saylı layihələrə rəhbərlik etməsi fonunda kifayət qədər uğurlu qərar oldu. Bilirsiniz, biz uğurlu qərar oldu dedikdə bunu sadəcə bir populist vəd kimi səsləndirmirəm. Ötən qısa müddət ərzində görülən işlər həqiqətən real uğurdan danışmaq üçün kifayət qədər ciddi əsaslar verib. Bilirsiniz, qarşımızda indi ciddi hədəflər var, istər dövlət orqanlarında, islahatlar baxımından, struktur islahatları baxımından, çünki optimallaşdırılma nəticəsində dövlət orqanının fəaliyyət istiqamətlərinə də yenidən baxmaq lazımdır. Vətəndaş dövlət qulluqçusu münasibətləri də artıq xarakterini nisbətən, mahiyyətini saxlamaqla xarakterini dəyişir. Bu mənada biz indi rəqəmsallaşma istiqamətində, süni intellekt istiqamətində, həmçinin innovasiya sahəsində bilirsiniz ki, inkişafın təmin edilməsi, bu istiqamətdə infrastrukturun yaradılması, kadr potensialının formalaşdırılması vacibdir. Bu istiqamətdə həmçinin də kiber təhlükəsizliyi və informasiya təhlükəsizliyi sayəsində çox ciddi biz öz fəaliyyət planımızda qarşıya istiqamətlər qoymuşuq və qısa müddət ərzində xüsusən Rəqəmsal Şuraya Mehriban xanımın sədrliyi etməyə başlaması ilə, yəni Rəqəmsal Şuranın məhz Mehriban xanımın rəhbərliyi ilə fəaliyyətə başlamasından sonraki dövrdə həm normativ səviyyədə görülən işlər, eyni zamanda dövlət
bilirsiniz bizdə tətbiqləri kifayət qədər normal işləyən dövlət tətbiqləri var müxtəlif sahələrdə, istər mobil tətbiq, istər digər informasiya təminatı üçün tətbiq olunan proqramlar. Lakin burada bir pərakəndəlik var idi. Həmin o pərakəndəliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Artıq bir sıra dövlət orqanlarının qeyd etdiyimiz portallarında vahidləşmənin təmin olunması biz şahidlik edirik. Daha sonra bizim konkret qarşımızda sadə dildə desək bir siyahı var ki, həmin siyahı üzrə yaxın dövr ərzində daha hansı xidmətlərin vahid modul üzərindən həyata keçiriləcəyi ilə bağlı aydın yol xəritəsi müəyyən olunub. Yəni bir sözlə kifayət qədər ciddi məqsədlər qarşıya qoyulub və əminliklə deyə bilərik ki, Azərbaycan prezidentinin müəyyən etdiyi strategiya əsasında və çox hörmətli Mehriban xanımın bu istiqamətə rəhbərliyi fonunda biz rəqəmsal mühitin çoxsaylı riskləri fonunda özümüzün rəqəmsal suverenliyimizi tam şəkildə təmin etməkdə davam edəcəyik. Bu istiqamətdə ciddi kadr potensialını və bazisini formalaşdırmaqla gələcək fəaliyyəti təmin edəcəyik. Həm də təbii ki, ən sadəsindən götürsək, qeyri-neft sektorunda önəmli yeniliklərə nail olmaqla innovasiya əsaslı iqtisadiyyat quruculuğunun sürətləndirilməsinə şahidlik edəcəyik. Yəni biz uzun müddətli plandan danışmırıq. Bu elə sürətli gedən prosesdir ki və o qədər uğurla idarə olunur ki, qısa müddətdə artıq vətəndaşlarımız bunun nəticəsini görəcək. Ümid edək. Çox təşəkkür edirəm Bəhruz bəy ətraflı şərhiniz üçün. Siz sağ olun. Bir daha diqqətinizdə çatdıraq ki, rəqəmsal transformasiya üzrə dövlət səviyyəsində formalaşdırılan yeni idarəetmə mexanizmlərinin ölkəmizin gələcək perspektivinə nələr vəd etdiyindən danışdıq. Milli Məclisin üzvü Bəhruz Məhərrəmovla birlikdə.